Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-nin efirində saat 20:00 olan buraxılışımızdır. Siyasi reaksiya verilişidir. Biz bugün dünyanın gündəmini müzakirə edəcəyik. Alyans Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Abutalib Səmədovla. Hər vaxtınız xeyir, Abutalib müəllim. Hər vaxtınız xeyir, təşəkkür edirəm. Deməli, Abutalib müəllim, bu dəqiqələrdə iddialar var ki, Ukrayna Belqrad və Kurs istiqamətində əks hücuma keçdiyi bildirilir. Eyni zamanda mən istəyirəm ki, bu dünyanın müzakirə etdiyi mövzudur. Bu Ukraynanın düşdüyü vəziyyəti biz müzakirə edək. 1994-cü il Budapeşt memorandumu Ukraynanın bu vəziyyətə düşməsində hansı rolu oynadı sizcə? Və belə iddialar var ki, Ukrayna əgər nüvə silahlarından imtina etməsəydi, bu müharibə baş verməz, Rusiya Ukraynaya hücum etməyə cəsarət edə bilməzdi. Bax, gəlin elə buradan başlayaq ki, nə idi bu Budapeşt memorandumu? O, Ukraynaya hansı təhlükəsizlik qarantı verirdi? Çünki hamı bu haqda danışır, istəyirəm daha dərindən və geniş danışaq. Buyurun. Təşəkkür edirəm Zaur bəy. Çox vacib bir məsələdir və bəzən bizim siyasətçilərimiz də çıxıb məsələni bilmədən ən asan yol nədir? Ukrayna nüvə silahını verdi, ona görə bu günə düşdü. Ukraynanın heç vaxt nüvə silahı olmayıb. Olmayıb. Ukraynanın ərazisində 94-də verilən nə idi? Ukraynanın ərazisində 1700 nüvə başlığı olub. Rusiyanın nüvə başlığı. İdarə Rusiyadan olunur. Yerləşib Ukraynada. Eyni zamanda Qazaxstanda və Belarusda da nüvə başlıqları var idi. Sovet, belə deyək də, Sovetin nüvə başlıqları idi ki, müttəfiq respublikaların ərazisində, necə ki, indi Amerikanın başqa-başqa ölkələrdə. Bəli, tamamilə düzdür. 1700 nüvə başlığı. Və buna qulluq eləmək, yeni nüvə başlıqları istehsal eləmək imkanı yox Ukraynanın. Qulluq xərc tələb eləyir. Vaxtı keçdikcə, qulluq eləmədikcə dövlət üçün təhlükəyə çevrilir. İdarə olunur Moskvadan. Yəni, əslində qalsa Ukraynanın heç bir xeyri yoxdur. Bu dövrdə məsələ qaldırdılar ki, Ukrayna, Qazaxstan və Belarus nüvə silahının yayılmaması haqqında sənədə imza atsın. Dünyanın əksər dövlətləri bunu imzalayıblar. Yalnız Pakistan, İsrail və Sudan imzalamayıb. Və onlar da həvəslə razılıq verdilər. Çünki onsuz da Ukrayna bundan istifadə edə bilmir, xeyirli görmür, ancaq xərci var, həm də qorxu. Həm də zərəri. Həm də təhlükə. Üstəlik Amerika vəd elədi ki, Obama vəd elədi ki, əgər siz buna qol çəksəniz, biz sizə 950 milyard dolları ayırarıq, verərik. 94-də Obama deyildi axı. Obama idi. Yox, 94-cü ildə 2004 dolar. O 94-də Obama deyildi. Atabuşun dövrü idi, deməli. Yox, istəyirsiniz, baxın, onu dəqiqləşdirin. Amerika prezidenti belə bir, deməli, təkid elədi və təbii Ukraynada razılaşdı. Bəli. Ukraynada razılaşdı. Həmin o 1700 nüvə başlığı Ukrayna ərazisindən çıxarıldı. Qazaxstanda və Belarusun ərazisində az idi. Onlar da çıxarıldı və Rusiya aparıldı. Qarşılığında həmin o dediyimiz Amerika Birləşmiş Ştatları həmin məbləği verdi. Rusiya da dedi ki, mən sənin atom elektrik stansiyalarına yanacağım ucuz qiymətə sataram. Və o dövrdə Ukrayna üçün bu böyük bir qələbə idi. Əgər hətta bu üzr istəyirəm, 93-2001-ci illərdə Bill Clinton idi. Clinton, üzr istəyirəm. Demokratlar idi. Clinton. Demokratlar. Demək istədiyim odur ki, əgər hətta o silahlar bu günə qədər qalmış olsaydı da, ondan istifadə eləyə bilmək şansı yoxdur. Bir variant ola bilərdi ki, geçsin partlatsın, o da Ukrayna daha böyük zərəri var. Yəni, o nüvə silahlarının Ukraynaya heç bir faydası yox idi. Dediniz ki, Clinton dedi ki, sizə 1 milyard 1 milyarda yaxın 950 milyon dollar yardım elədi. Qrant şəklində. Ona görə ki, bu nüvə başlıqlarını qaytarsın Rusiyaya. Və o, deməli, sənədə qol çəksin, həmin o müqaviləyə qoşulsun. Onlar da həvəslə qoşuldular. Eyni gündə Budapeştdə həm Ukrayna, həm Qazaxstan, həm də Belarus qoşuldu. Yəni, o nüvə silahlarının Ukrayna heç bir xeyri yox idi. Ukraynanın bütün bəlalarının kökündə Ukrayna rəhbərlərinin səviyyəsizliyi dayanıb. Dünyadakı reallıqları bilməmək, vaxtından əvvəl müəyyən addımlar atmaq. Eyni şey Gürcüstan da elədi. Gəlin bundan uzaqlaşmayaq Abutalib müəllim. Bəs axı deyilir ki, orada Ukraynanın təhlükəsizliyi ilə bağlı bir bənd var. Ukraynaya hücum olmayacağı ilə bağlı və buna hətta İngiltərədə, Amerikada, Rusiyada təminat veriblər. Həmin o Budapeşt memorandumunda. O hansı hissədir? Elə bir bənd yoxdur.
Budapeşt memorandumunda yoxdur. Elə bir bənd yoxdur, yəni elə bir təminat verilmir. Bəs bunu hamı danışır, hamı deyir. Çünki oxumurlar axı. Bu bir preambuladan və 6 maddədən ibarət bir sənəddir. Orada Ukraynanın ərazi bütövlüyünün tanındığı, onun ərazi bütövlüyünə qəsd edilməyəcəyi, hədələnməyəcəyindən bağlı öhdəliklər var. Elə bu elə var. Ancaq qarant durasan, deyəsən ki, əgər sənə qarşı bir şey olsa mən səni müdafiə edəcəm, belə bir şey yoxdur. Yalnız bir maddə var ki, əgər Ukraynanın ərazi bütövlüyünə qəsd olarsa, bu sənədi imzalayan dövlətlər, söhbət Böyük Britaniyadan, Amerika Birləşmiş Ştatlarından və Rusiyadan gedir. BMT Təhlükəsizlik Şurasında Ukraynaya göstəriləcək yardım barədə məsələ qaldıra bilərlər. Yəni bir dənə belədir. Yalnız bu. O məsələnin qaldırılması da indi Rusiya Ukraynanı işğal edib. Rusiya birincisi məsələni qaldırmağa qoymaz, hətta qaldırılsa da o sənədin qəbul olunmasına imkan verməz. Çünki veto hüququ var. Yəni əslində qalsa o dövrdə Ukrayna başından eləmək istəyirdi o nüvə başlıqlarını. Əvəzində də 1 milyarda yaxın pul aldı. Vəziyyətləri çox ağır idi. O dövrdə də 1 milyard çox böyük məbləğ idi. Bəli, bəli. Və ona görə indi demək ki, Ukrayna onu eləməsəydi nə olardı? Hə, yenə də deyirəm. Ukraynanın bütün bəlalarının kökündə rəhbərlərinin səviyyəsizliyi dayanıb ki, ən böyük yüksək zirvəsi də Zelenskinin dövründə oldu. Zelenski deyirsə ən səviyyəsiz. Ən səviyyəsiz. Zelenski Ukraynanın tarixində Ukraynaya bu qədər xəyanət eləyən mən ikinci bir adam tanımıram. Deməli, Abutalib müəllim, elə yeri gəlmişkən qoy bu sualı da sizə verim ki, Zelenskiyə münasibət necə olmalıdır? Azərbaycan siyasətçilərinin bir hissəsi onu belə deyək, qəhrəman, digər hissəsi isə ən qatı cinayətkar hesab edirlər. Hansı yanaşma düzgündür sizcə Azərbaycana? Yəni sizcə Azərbaycan siyasətçiləri dediyim kimi bölünür. Siz indi burada Zelenskini ən səviyyəsiz adlandırdınız, amma Zelenskini qəhrəman da adlandırır. Çox təəssüf ki, bunu siyasətçilər deyəndə ki, Zelenski qəhrəmandır, onda Azərbaycan üçün narahat olursan ki, yaxşı, bu təfəkkürlü adamlar dövlət idarə eləmək istəyirlər. Bax, siz təsəvvür eləyin. Başqa məsələləri qoyuram kənara. Müharibə ərəfəsidir. Rusiya Ukrayna sərhədində qoşunlar yeridib və bütün dünya bilir ki, hücum eləməyə hazırlaşır. Vəziyyətdən çıxış üçün Makron gəlir. Müharibəyə 2 həftə qalmış. Bəli. Makron gəlir, Putin'dən 6 saat danışıq aparır və onu məcbur eləyir. Gəl razılaşmaya get, Zelenski ilə də danışın, bu məsələni dayandırın. Və 2 şərt ortaya qoyulur. Müharibə olmasın. Hə, 2 şərt qoyulur ortaya. Daha doğrusu əslində qalsa bir şərt. Biri əvvəldən gündəlikdə var idi. Rusiya deyir ki, Ukrayna neytral olsun. Bir də BMT Təhlükəsizlik Şurasının qətnaməsi var. Minsk 2 razılaşmasından bağlı. Bu razılaşmanı icra eləsin. Razılaşmanın da mahiyyəti nədən ibarətdir? Ukraynanın ərazi bütövlüyü şəraitində Donetsk və Lugansk'a status verilsin. Putin deyir ki, mən oradan adamlarımı çəkirəm, ordumu çəkirəm və verirəm Ukraynaya. Yəni belə bir razılaşma var idi. Putin razılaşdı. Deməli, Makron getdi Kiyevə. 2022-ci ildə fevraldan fevral ayının 8-i. Bəli. 8-ində gəldi Ukraynaya. Zelenski ilə görüşdü. O da razılaşdı. Bəs nə oldu? Mətbuat konferansında Makron elan elədi. Ayın 12-sində, daha doğrusu ayın 10-unda Almaniyada görüş keçirilib, sənəd imzalanmalıdır. Müşavirlər imzalanmalıdır. Ukrayna imzalamadı. Niyə? Amerika imkan vermədi. İmkan vermədi. O Amerika ki, indi Ukrayna. İndi sən təsəvvür eləyin. Amerika imkan vermədi və Ukraynanı bəlaya saldı. Ancaq sən bu dövlətin prezidentisən. Sən bilməlisən bu işlər hara doğru gedir. Siz təsəvvür eləyin. Neytrallıq qarşısında deyir, mən çıxıram Donetskdən Luganskdan 3də birini tutmuşdu. Çıxardıram adamlarımı. Tam sənin ərazi bütövlüyün təmin olunur. Bir Krımdan başqa. Krımı Rusiya deyirdi ki, mənimkidir, vermirəm. Və belə bir şansı oldu bunun. Fevral ayının 8-ində. Bu getdi. Ondan sonraki dövrdə, mart ayında İsrailin prezidenti gəldi. Martın 5-də. Putinlə danışdı, dedi ki, get onunla danış, neytrallıq şərtindən, ancaq da Donetskdən, Luganskdan çıxıram demir.
Bəli, O, artıq o, vəziyyət o dəyişdi. dövrdə Xersonu da tutmuşdu, Zaporojyeni də tutmuşdu. Buradan dedi, çıxıram mən, bir dənə mənə quru yol versin Krıma. Bir dənə quru yol istəyirəm. Verirəm o əraziləri, ancaq Donetski, Luganski tutduğum hissələr qalır məndə. Naftali Bennett idi onda İsrailin prezidenti. Getdi, yenə də nəticə yox, dedilər sən Rusun adamısan. Bu da keçdi. Martın 27-sində Zelenski müsahibə verir Rus jurnalistlərinə. Deyir ki, Putin məndən tələb edirdi ki, neytral olun. Mən razılıq vermədim, müharibə başladı. İndi razıyam deyir. Martın 27-sində deyir. Bəli. İndi deyir razıyam. Və 2 gündən sonra götürüb bir layihə hazırlayır. Zelenski'nin özü. Həmin İstanbul razılaşmasını Bəli. Ukrayna hazırlayıb. Bəli. Təsəvvür eləyin. Ukrayna hazırladı, gətirdi, Rusiya təqdim elədi və Rusiya da qəbul elədi. Erdoğan da çox əziyyət çəkdi, açığıdır. Bəli. Burada nə var idi? Rusiya öhdəlik götürürdü ki, hərbi əməliyyatlar dayanır, qoşunlarını çəkmir, danışıqlar başlayır və Donetskin, Luganskin məsələsi eyni zamanda Krımı da müzakirə eləməyi dedi, səndən hazıram. Hətta Krımı da müzakirə eləməyə hazıram. Putin axıra qədər gedərdi bununla. Yəqin ki, getməzdi. Çünki xeyr eləmirdi ona. Ancaq məcbur oldu da, deyək ki, o dövrdə beynəlxalq təzyiqlər də var idi. Razılaşdı. Parafladılar. Sonra yenə də Johnson gəldi. Boris Johnson İngiltərə. Gəldi və qəti şəkildə dedi ki, sülhə getmək olmaz. Təbii ki, Johnson tək deyildi, Amerika göndərmişdi. Yenə də qoymadılar və o razılaşma da pozuldu. Ondan sonraki dövrdə Ukraynanın şansı oldu ki, kifayət qədər ərazini azad eləsin. Sentyabr ayında hücuma keçdi. Noyabr ayına qədər 80 min kvadrat kilometrə qədər ərazini işğal elədi. Hələ Ukrayna nə hücum olmayıb. Azad elədi. Azad elədi. Rusiya işğalından azad elədi. Təsəvvür eləyin. Amerikadan yenə komanda gəldi, dayandırdılar. Yenə Amerika imkan vermədi. Niyə? Çünki Rusiya nüvə silahı təhdidlərinə başladı. Mən taktik nüvə silahlarından istifadə edəcəm dedi. Bəli. Bob Woodward bunu müharibə kitabında yazıb. Ağ Evə kifayət qədər yaxın bir jurnalistdir. Baş verən hadisələr nə cür olub? Və niyə Ukraynanı dayandırdılar? Yenə Amerika dayandırdı Ukraynanı. Yaxşı, sən bunları görürsən. Sən görürsən ki, Amerika sənə nə cür bir yardım... oyunun içinə çəkilirsən. Hə, nə cür yardım edir? Bax, Lend-Liz qanunu qəbul eləmişdi. Yadınıza gəlir, siz də burada müzakirələrə keçirdiniz. Hətta yadıma gəlir, Səqənbər dedi ki, Lend-Liz qanunu qəbul olundu. Bundan sonra F-16'lar gedir, başqa şeylər gəlir. Rusiya məhv oldu. Heç nə vermədilər. Qanun qəbul olundu. Çöp də vermədilər. Bax, təsəvvür et, onda versəydilər, indi Trump deyə bilməzdi ki, pulunu ver. Çünki Lend-Liz qanunu belədir ki, istifadə olunur, yerdə qalanını qaytarırsan. Qaytarmasan pulunu verirsən. Ancaq indi şifahi şəkildə deyirlər ki, bunu grant şəklində vermişik. Ancaq Trump deyir ki, özdə 100 milyard veriblər, deyir sən 350 milyard qaytarmalısan. Sonra da 500 milyarda qaytardı. Bəli. Qaldırdı. Yəni bir prezident öz dövlətinə bundan artıq nə pislik eləyə bilər? Hələ davamı da gəlir, inşallah o bizlərdə danışaq. İndi Abtalib müəllim, danışırıq. Deməli, əziz dostlar, dəyərli izləyicilər, yayımı bəyənib paylaşın və siz də fikirlərinizi yazmağınızı xahiş edirəm. Bilirsiniz, bizim tamaşaçılarımızda bəzən olur ki, məsələnin mahiyyətinə varmadan, bilmədən adamları ittiham eləməklə, təhqir eləmək falan bu şeylər doğru deyil. Fikirlərimizi mədəni şəkildə çatdırmalıyıq və insanlar əgər analiz eləyirsə, öz analizini, analitikasını sizə təqdim eləyir. Bunu bəyənə də bilərsiniz, bəyənməyə də bilərsiniz, amma reallıqlar dəyişmir. Deməli, Abtalib müəllim, mən əvvəldən danışdığınızdan bu qənaətə gəlirəm ki, bu müharibəni başladan Amerikadır, Bəli. bitirmək istəyən də Amerikadır. Bəli. İndi burada maraqlı bir məqam yaranıb ki, bunu mən baxıram ki, elə bütün dünya mediası, jurnalistlər məhz bu məsələni müzakirə edirlər ki, bu Amerika dövlətinin əvvəldən planlaşdırdığı plan idi, yoxsa burada sadəcə hakimiyyət dəyişikliyi oldu, Trumpın mövqeyi belə oldu. Yəni, dövlət marağı, yəni dövlət planı deyildi bu. Və istəyirəm bunu deyəsiniz. Trumpın mövqeyi Amerika dövlətinindirmi, yoxsa orada sadəcə hakimiyyət dəyişikliyi olub, Trump da belə düşünür? Şübhəsiz ki, əvvəlcədən bunlar nəzərdə tutulmuşdu ki, Rusiya zəifləsin,
dövlət katibi açıq şəkildə dedi. Müharibəni dedi Amerika ilə Rusiya aparıb. Ukrayna vəkalət müharibəsi, proksi kimi ortadaydı. Yəni biz Ukraynanı verdik qabağa, bizim müharibəmizi Ukrayna bizim silahımızla apardı. Yəni Ukrayna oyuncaq idi bizim əlimizdə. Bunu dövlət katibi deyir. Hansını deyirsiniz? İndiki Rubio. Bəli. Təsəvvür edirsiniz? Deyir ki, bu proksi müharibə idi. Biz Amerika ilə Rusiya müharibəsi Ukrayna... Yaşını belə çıxır ki, Amerika uduzdu bu müharibədə, yoxsa? Amerika uduzmadı. Ukraynanı darmadağın elədi, Amerika qazandı. Belə gəlin, həm o sualım, həm də bax, misal üçün, müharibənin qalibi kimdir? Bax, bugün çox, belə deyək də, çox bu suallar səslənir. Hətta Ukraynada qalib deyənlər var. Mən burada efirdə görürəm, deyirlər ki, taktiki olaraq Rusiya ola bilər qalib olsun, amma Ukrayna qalibdir. Belə də deyənlər var. Mən istəyirəm, biz onu da həm də sizinlə aydınlaşdıraq ki, bu sualı aydınlaşdırmaq üçün biz əsas kimi, nəyə götürməliyik, nəyə istinad etməliyik ki, bu müharibənin qalibi kimdir? Bilirsiniz, Zaur bəy, burada müharibənin qalibinin müəyyənləşməsi üçün müharibədən əvvəl verilən sülh təklifini qiymətləndirməli. Onu da qiymətləndirdik də, əvvəl yəni, daha yaxşı. Ukrayna təklif olundu ki, yalnız Krım gedir, sənin ərazindən çıxardıram qoşunları Donetskdən və Luganskdan, sənin ərazi bütövlüyün təmin olunur, Krım istisna olmaqla. Onlara status verir. Statusla bağlı da son dövrlərdə Lavrov danışdı ki, bizdə Qarabağa təklif olunanı, dedi, biz də onlara təklif edirdik. Yəni, dili, mədəniyyəti, dini inançları və s. Təbiidir ki, ola bilsin ki, azaldıb biraz. Biraz azaldıb. Ancaq hər halda Ukraynanın ərazi bütövlüyü təmin olunurdu. İndi vəziyyət nə cürdür? Ukrayna 120-130 min kvadrat kilometrə yaxın ərazi itirib. Və bunu dəqiq bilən də yoxdur. Zelenski deyir ki, 26% torpağım gedib. 26%. Ondan sonra da biraz işğal olundu. Yəni Zelenskinin rəqəmini götürsək, hardasa 160 min kvadrat kilometrə qədər ərazi eləyir. İtaliya televiziyasına deyib. Ancaq təqribən 120 min, 125 min kvadrat kilometr, bəlkə də biraz artıq işğal olunub. Halbuki ərazidən başqa insanlar, insan ölümü, demografiya dəyişib artıq. Siz təsəvvür edin, Zaur bəy. Deməli, Krımın ərazisi 27 min kvadrat kilometrdir. Yəni əlavə təqribən 100 min kvadrat kilometr ərazi itirib. Şəhərlər darmadağın olub. İnsanlar qaçıb gediblər, gənclər, istedadlı adamlar. Və təsəvvür edin, Ukrayna xalqının qəhrəmanlığını kim inkar edə bilər? Dünyanın ən qəhrəman xalqlarından biridir. 150 minə qədər fərarisi var. 150 min. Yəni, əhali sayına götürəndə Ermənistandan təqribən eyni çıxır. Bu qəhrəman xalqın, yəni 3 milyonluq Ermənistanın 11 min təqribən fərarisi oldu. İndi 40 milyonluq Ukraynanın 150 minə yaxın fərarisi. Onun 120 minə cinayət işi açılıb. Yəni, bu insanlar indi də hansı vəziyyətdədirlər? Bax, Kurska girdilər. Əvvəlcədən mən dedim ki, bu aventuradır. Sən gedə bilərsənsə, davam edə bilərsənsə, gir. Ən seçmə qoşunları yeritdilər ora. İndi, deməli, Rusiyanın baş ştabının rəisi deyir ki, 67 min adam deməli, öldürülüb yaxud yaralanıb. Şişirdir, təbii ki, şişirdir. Ancaq yarısı da olsa çoxdur. Çünki seçmə qoşunları idi. Nə üçün girdilər? Nə üçün girdilər? Özdə əmri də Zelenski vermişdi. Niyə girdilər? Dedi ki, biz Ukraynanın ərazilərində olan hücumları zəiflətmək istəyirik. İstəyirik ki, Rusiya bütün diqqətini versin Kurska və digər əraziləri işğal eləməsin. Ancaq fikir verin. İyun ayında 100 kvadrat kilometr ərazi işğal edilib Rusiya. Həmin o Kurskdan əvvəl. İyulda 160. Sonra avqust ayında Kurska gelir Ukrayna 370 kvadrat kilometr ərazisini işğal edir. Ukraynanın ərazisini. Sən nə cür zəiflətdin, nə cür qabağını aldın? 3 dəfə təqribən artıb. İndi Abutalib müəllim, burada bir məsələ var. Ədalət, bəli. Yox, söhbət nədən gedir? Sən deyirdin ki, Kurska ona görə girdim ki, hücumların qabağını alım. Bəli. Ancaq sən Kurska girəndən sonra sənin ərazilərin 2 dəfə artıq işğal olunub. Deyək ki, sentyabr ayında 400 kvadrat kilometr. Əvvəl 100-150 idi,
400. Sonra oktyabr ayı 560. Noyabr ayı 610 kvadrat kilometr. Yəni arta gedib və sən Rusiyanın hücumlarının qarşısını ala bilmədiyini də kursdan çıxdın. Mən bunları başa düşürəm. Yox, yəni bu avanturiya getməyə ehtiyac var idimi? Birincisi, bu hadisələr Zelenskidən əvvəl baş vermişdi. Rusiyanın işğalı məsələsi, Ukraynanın işğalı məsələsi. Bu Zelenskinin hakimiyyət dövründə olmamışdı. İkincisi isə bir ədalət deyilən bir şey var. Biz beynəlxalq hüquqdan, ədalətdən danışırdıq. Rusiya gəlib konkret göz görə işğal eləyib. Burada Zelenskinin günahı nədir axı? Bunun gəlib işğal eləyir də. Onda yaxşı Rusiya hücum eləməli idi. O da sakitcə oturmalı idi ki, gəl otur Kiyevdə, hətta mənim də gəlir kabinetimə başıma bir gülləni vur, gətir kukla prezidentini qoy ora. Belə eləməli idi, yəni belə davranmalı idi. Yox, bir şey var da Zaur bəy. Təbiidir ki, proseslər Zelenskidən əvvəl başladı. Bəli. Ancaq mən sizə dedim, həmin müharibənin başlanması ərəfəsində Zelenskinin çox əlverişli şərtlərlə müharibənin qabağını almaq və vaxt qazanmaq şansı var idi. Girdi. Əgər uda bilsəydi, haqq qazandırardıq ki, düz elədin. Ancaq onun qəbul elədiyi qərar Ukraynanı fəlakətə gətirib çıxartdı. İndi mən sizə bir şey deyim. Bax, Putin gənc sahibkarlarla görüşür. Bunların qarşısında deyir ki, 1. Pyotr deyir, İsveç müharibəsində getdi, əraziləri azad elədi. İndi deyirlər ki, güya Pyotr ərazi işğal eləyib. Pyotr işğal eləməyib deyir. Pyotr Rusiya torpaqlarını toplayıb. İndi deyir, o missiya bizim üzərimizə düşüb. Əliniz sinəsinə. Buyur da, açıq-açıq. İndi bax, fikir ver. Yəni, mən keçmiş ittifaq ərazisini toparlamaq və bir dövlət yaratmaq istəyirəm. Bir dövlət rəhbəri reaksiya verdi mi buna? Bir nəfər dedim ki, sən nə danışırsan? Sən müstəqil dövlətlərin ərazi bütövlüyünə bu iddianı niyə qoyursan ortaya? Bu qəsdir də. Niyə? Dünyanın, belə deyək də, demokratiya beşiyi, insan haqları mərkəzi olan Amerikada eyni iddia ilə çıxış edir də Trump'da. O da Putinləşib. Bəli. Yəni demək istədiyim odur ki, müəyyən reallıqlar var. Bax, o reallıqları Ukrayna rəhbərləri anlamadılar. Tez tələsik NATO'ya girmək istədilər Gürcüstanla bir yerdə. Nə qazandılar? Gürcüstan da ərazi itirdi. Ukrayna da itirdi. Yaxşı, indi Krım getdi, ayırmadın. Akışlarının əlverişli şərtlərlə gəldilər. Rusiya can-dərdi razılıq verdi. Misal İstanbul razılaşmasında əgər Ukrayna etiraz eləməsəydi, Rusiya mütləq etiraz eləyəcəkdi. Xeyr eləmirdi ona. Ancaq bu etiraz elədi. Niyə? Bax, indi hadisə o Ağ Evdəki hadisə. Misal üçün. Elə mən istəyirdim onu deyək ki, bax o baş verən o dava nəyin üstündə idi? Bax, fikir verin. Nə dəyişdi? Ukrayna sonra birdən-birə dedi ki, hə, atəşkəslə razılıq verir. Təsəvvür eləyin də, bax bizim, yenə də deyirəm, bax biz sizdə indi ola bilsin ki, tamaşaçıların da içində onu qəhrəman sayanlar var, halaldır deyənlər var, siyasətçilər də deyir. Bir adam əgər Zelenski haqq qazandırırsa, deməli proseslərdən xəbəri yoxdur. Siz təsəvvür eləyin. O davanın kökündə nə dayandı? Əvvəlcə Avropanı müdafiə elədi biraz. Bəli. Ki Avropada yardım eləyib. Amerika dedi, Trump dedi ki az eləyib, o dedi yox, Avropada kifayət qədər yardım elədi. Trump əlini vurdu onun dizinə, güldü. Ancaq bu Trump'a deyir ki, sən deyir atəşkəsə getmək istəyirsən. Putinlə deyir atəşkəs sazişi imzalamaq olar. 25 dəfə deyir mən imzaladım, onunla sazişlər imzaladım. 25 dəfə məni allatdı deyir. 25 dəfə. Yəni deyir, demək istəyir ki, Trump'a sən ağılsız adamsın da sən nə edirsən? Trump beyninə qoyub ki, sülhə geçsin. Nobel sülh mükafatı almaq istəyir, tarixə bir sülhpərvər prezident kimi düşmək istəyir. Hətta indiki dövrü Amerikanın qızıl dövrü adlandırırlar. Və təsəvvür eləyin. Və sən Trump'a deyirsən ki, sənin ağlın çatmır, sən nə edirsən? Sənin o sülh planın yanlışdır. Bunu özdə mətbuatın qarşısında deyirsən sən. Mətbuatın qarşısında deyirsən, sonra da başlayırsan dəyişməyə. Sən bilmirsən ki, Trump avanturistdir. Sən bilmirsən ki, qalmaqal baş versə sən onunla bacara bilməzsən. Bacara bilməzsən. Üstəlik o sənə açıq şəkildə deyir, sənin kartın yoxdur deyir əlində. Sənin gücün məndədir, mən də sənə kömək eləməyəcəm. Və o cür mübahisəyə getdi. Deyə bilərdi ki, Azərbaycan prezidenti Heydər Əliyevin dövründə nə edirdi? Biraz hiss eləyəndə ki, xoşa gəlməz söhbət ola bilər. Deyirdi ki, bunu biz mətbuatsız müzakirə eləyərik. Bəli. Sən niyə mətbuatın qarşısında buna gedirsən? Yaxşı, getdin. Səni qovdular. Qovdular. Təhqir elədilər də. Qovdular. Konkret təhqir elədilər. Yəni, Ağ Evdən hələ elə qovulan olmamışdı. Bəli. Deyiblər ki, istəyiblər davam elətdirsinlər, deyib olmaz.
Və üstəlik bir şey də sizə deyim. Dəhşət. Zahir bəy, burada bir məsələ də var. Bax, sənə əvvəlcədən yazılı şəkildə xəbərdarlıq eləyiblər ki, rəsmi kostyum geyin gəl. Əvvəlcədən deyilib. Əvvəlcədən əlbəttə deyilib. Sən niyə geyinmirsən axı bunu? Və Trump elə maşından düşəndə lağ elədi ona. Ki, nə qəşəng belə geyinibsən, belə paltarı çox sənə yaraşır. Sən saymamazlıq niyə eləyirsən? Bunların tələbi budursa, geyin gəl, üstəlik görüşə niyə gecikirsən? Baxın, çox doğru deyirsiniz. Mən 44 günlük vətən müharibəsini xatırlayıram. Abdullah müəllim, yəqin siz də indi bu haqda danışarsınız. 44 günlük vətən müharibəsi dövründə biz cənab prezident İlham Əliyevin bir neçə müsahibələrini izlədik xarici telekanallara. Gördünüz də, hamısında da kostyumda. Bəli. Hamısında. Bəli. Yalnız hərbi müşavirələrə gedərkən hərbi geyim geyinərdi. Bəli. Qalan bütün müsahibələrin hamısı rəsmi geyimdə, rəsmi Görüşlərdə kostyumda. də onun kimi. Görüşlərdə də onun kimi. Yəni bax bu birdən xatırladım ki, yəni biz də müharibə aparmışıq da. Bu Yasir Ərafatın, bir də Fidel Castro'nun yaratdığı bir ənənədir. Bu formalizmdir. Sən xalqını düşün. Sən gəlibsən. Özü də görürsən ki, Trump sənin istədiklərini demir. Əvvəlcədən bəyanatları var. Bəyanatları deyir var. Ki, hətta ona şey dedi, diktator dedi ona. Diktator dedi. Üstəlik dedi ki, müharibənin başlanmasının günahkarı Biden'dir. Bəli. Biden Putin'i alladıb. Putin'ə qarşı haqsızlıqlar olub. Bunların hamısını deyil. Sən görürsən ki, bu adam kəskin şəkildə mövqe dəyişdirib. Özü də avantürist. Sən burada niyə bilərdin? Biden, Trump'la Putin'in mövqeləri arasında çox kiçik fərqlər var. Çox kiçik. Həmin o kiçik fərqlərdən tutub sən nəsə eləməyə çalışmalıydın. Yoxsa sən bu adama nə cür deyərsən ki, sən əyri yoldasan, qayıt bu yoldan. Nə cür qaytararsın bu boyda dövlətin rəhbəri qərarını verib artıq. Və təsəvvür eləyin. Atəşkəs məsələsinə etiraz eləyir. Sülh sazişinə etiraz eləyir. Deyir ki, sən mənə kömək elə. Mənim üstünlüyüm olsun. Və Rusiyanı məcbur eləyək. Trump sonra müsahibə verdi. Dedi ki, Zelenski deyir ki, mənə kömək elə mənim üstünlüyüm olsun. Mənə üstünlük lazım deyil axı deyir. Mən sülh istəyirəm. Mən də sülh istəyirəm. Yəni sənin fikrinlə Trump'ınki üst-üstə düşmür. Trump artıq Amerika səni satdı. Dünənə qədər sənə grant verirəm dedi, indi deyir borcumu qaytar. Amerika satdı yoxsa Trump satdı? Baba bunun özü böyük Trump Amerikanın prezidentidir də. Təbii ki, deməli Abdullah müəllim, bizdə bu vaxta qədər belə bir anlayış var idi ki, Amerika prezidentləri kim olur olsun, kim gəlir gəlsin, Amerikanın dərin dövləti var, dövlət maraqları var və mən onu istəyirdim sizinlə aydınlaşdıraq ki, bu Amerika dövlətinin əvvəldən cızdığı, planlaşdırdığı oyun idimi, yoxsa burada sadəcə gerçəkdən də dəyişiklik oldu, hakimiyyət dəyişdi, Trump belə düşünür. Bunu əvvəlcədən bu nəzərdə tutulmuşdu. Tutulmuşdu. Əvvəlcədən yəni Biden oyun oynayırdı da onda. Bidenin yox gizlətmirdi də o. O da gizlətmirdi mövqeyini. Arada neçə dəfə xəyanət elədi. Deyirəm hücumun qarşısını aldı. Əməlli başlı gedirdi, çox qabağa da gedə bilərdi. Onda belə çıxır ki, bu Amerika dövlətinin əvvəldən planı bu idi. Əvvəlcədən məqsəd nə idi? Rusiyanı zəiflətmək. 20 minə yaxın sanksiya tətbiq elədilər. Bəs bu Avropaya olan münasibəti nədir indi? Trump'ın? Bəli. Hadi mən sizə fikir verin də mən sizə deyim. Sadəcə olaraq Trump o planı biraz dəyişdirdi. Trump açıq şəkildə Putinin mövqeyinə keçdi. Bax, məsələ bu. Biden örtülü şəkildə deyirdi ki, ərazilərdən imtina etmək zərurəti yarana bilər. O bilirdi ki, geri qaytarmaq mümkündür. Siz təsəvvür edin. 2023-cü, 2024-cü ildə Ukrayna bir qarış da qabağa gedə bilmədi. Niyə? Çünki Rusiya gördü ki, ciddi yanaşmasa, istehkamlar qurmasa, minalandırmasa, minaları bastırmasa, geri Ukraynanın qabağında ola bilər ki, müəyyən çətinliklər çəksin. Reallıqla hesablaşdı. Rusiya, siz təsəvvür edin, Rusiya başa düşdü ki, o yanaşma ilə ki, müharibəni başlamışdı, davam eləmək olmaz. Ciddi şəkildə özünü müdafiə eləməyə başladı. İcazə verin, siz oponentlik eləyim sizə. Yəni, verilişimiz də maraqlı olsun. Dəyərli izləyicilər, yayımı bəyənib paylaşın. Bax, buna deyirsiniz, Amerika dövlətinin əvvəldən planlaşdırdığı oyun idi. Bu necə oyun idi ki, Amerika tarixində belə bir şey olmayıb ki, yeni prezident özündən əvvəlki prezidenti təhqir eləsin, ondan əvvəlki hakimiyyət təhqir eləsin və özünə qarşı sui-qəsdlər olurdu Trump'ın. Yəni bu bir daha onu göstərmirmi ki, bu dövlət siyasəti deyil, sadəcə hakimiyyət dəyişib, yeni komandadır, bunların fikri belədir. Dövlətin başında Trump'dır
Və Amerika indiyə qədər yaşamadığı şeyləri yaşayır. Bax bunu deyirəm də, yəni bu bir avantüristdir də. Ancaq ağıllı avantüristdir həm də. O başa düşür ki, Amerika cəmiyyətini düşündürən iqtisadi vəziyyətdir və əlindən gələn eləyirik ki, Amerikanın iqtisadiyyatını qaldırsın. Qaldıracaq da. Yeri gəlmişkən, deməli dünya mətbuatında yayılıb bu, Ağ Evdəki mənbələr belə bir informasiya yayıblar ki, Trump Krımı Rusiya ərazisi kimi tanıyacaq. Təbii də, o şübhə olmaz. Heç onun barədə danışmağa dəyməz. Üstəlik, indiki, bugünkü müzakirədə Trump özü də əvvəlcədən inladı, nəyə müzakirə eləmək istəyir? Və bir sülh planı layihəsi qəzetlərdə çıxdı, xarici mətbuatda. 14-15 bəndlik. O ərazilərin geri qaytarılması məsələsi yoxdur. O əraziləri ki, Rusiya tutub, yalnız... Onsuz da Pentagon rəhbəri elə əvvəldən dedi, o xülyadır, o mümkün deyil geri qaytarmaq. Xarkovdan, belə Sumi vilayətindən olan hissələri yəqin ki, qaytarar. Onun qarşılığında ola bilsin ki, Donetskin qalan hissəsini istəyər. Xersondan, Zaporojyedən də qalan hissələr var ki, Putin onları da tələb edir. Ancaq bugünkü danışıqlarda Zaporojye atom elektrik stansiyasının məsələsi qalxa bilər ki, ondan Ukrayna istifadə eləsin. Ukrayna istifadə eləsin. İndi bunu nə cür razılaşarlar? Demək istədiyim odur ki, ərazilər Krımda, Donetskdə, Luganskda, Zaporojyedə, Xersonda getdi, bunların geri qayıtmaq ehtimalı yoxdur. Yəni bitdi deyirsiniz? Təbii ki, bitdi. Axı bizim Qarabağ təcrübəmiz var, 30 il. Azərbaycanın qarşısında Qarabağda kim dururdu? Rusiya və Ermənistan. Bəli. Biz Rusiyanı kənarlaşdırdıq, Ermənistanın dərsini verdik. Ukraynanın qarşısında duran Rusiyadır. İndi hərdən deyirlər ki, Rusiya dünyanın ikinci böyük gücüdür. Hardadır bu ikinci böyük güc? Zor bəy, 50-dən artıq dövlət birləşdi. Bir ildən içərə və yığıncaqlar keçirdilər. Mümkün qədər silahlar verdilər. Düzdür, çox vermədilər, ancaq çox kifayət qədər verdilər. Və bugün Ukrayna dünyanın ən güclü hardasa 4-5 ordusundan biridir. Ukrayna belə dövlət deyil. Amerika Birləşmiş Ştatları İraqa tək mi girmişdi? Yox, hara tək gedib bu ümumiyyətlə? Həmişə yığıb başına dövlətləri. Yəni, Rusiya bu qədər şeyə dayandısa, onun hərbi gücü var. Yaxşı, onda biz belə Putin hərbi reysə keçirdi. Yaxşı, onda belə çıxır ki, Putinin, Rusiyanın gücü var deyənə gəlsin hamını işğal eləsin. Biz bunu nəzərə almalıyıq. Biz bir şey bilməliyik. Ukrayna münasibətdə və Zelenskiyə münasibətdə bizdə fərqli olmalıdır. Ukraynanı dəstəkləyirik, dəstəkləməliyik də. Çünki Ukrayna olan sabah bizə də ola bilər. Rusiya, Azərbaycan dövləti üçün ən böyük təhlükədir. Bizə ola bilərmi? Çünki axı bizim dövlətimizin əvvəlcədən Türkiyə ilə Şuşa bəyannaməsi var. Bəli. Əməkdaşlığımız var, strateji əməkdaşlığımız var. Yəni Türkiyə Azərbaycan da, Azərbaycan Türkiyədir. Bu elə qayıdaq o liderlərin düşüncəsinə ki, dövlətləri idarə edən liderlərdir də Zelenskinin timsalında. Fevralın 8-i adama şərt qoyurlar ki, hamısından çıxır bir Krım qalır. Deyir, yox, olmaz. İndi bax, bu bir daha Azərbaycan dövlətinin başında duran Cənab Prezident İlham Əliyevin o uzaq görənliyini təsdiq eləmirmi ki, 44 günlük vətən müharibəsindən dərhal sonra biz Şuşa bəyannaməsi imzaladıq və hər iki dövlət öz parlamentlərində bunu ratifikasiya etdi. Yəni bu uzaq görən siyasətin nəticəsidir yoxsa yox? Üstəlik, Rusiya etiraz eləyə bilmədi. Bəli. Halbuki özünə qalsaydı, Rusiya imkan verməzdi. Və mən sizə bir faktı da deyim. Bir dəfə də demişəm. Həmin o Şuşa bəyannaməsini imzalayıb geri qaydanda Ərdoğana sual verdilər ki, indi Azərbaycanda Türkiyə bazası yaradılır yoxsa yox? Bəli. Dedi, gərək Putinlə danışım. Və Azərbaycan prezidenti də danışsın. Peskov etiraz elədi dərhal. Lavrov da dedi ki, mən belə qeyri-ciddi məsələləri müzakirə eləmək istəmirəm. Yəni, dolayı yolla etiraz elədilər. Baza yoxdur. Ancaq əməkdaşlığımız o səviyyədədir ki... Bazaya nə ehtiyac var ki, Azərbaycan ordusu ilə Türk ordusu? Bilirsiniz, burada bir şey var da, Türkiyənin rəhbərləri dəyişəndə bəzən münasibət də dəyişir. Biz 90-cı illəri yaşamışıq. Bir daha ona gəlirik ki, deməli ki, dövlətləri idarə edən məhz başında olan liderlər. Şəxsi keyfiyyətlərindən. Əlbəttə, elə bax, bizim problemimiz də budur. Ona görə deyirəm, biz Ukraynanı müdafiə eləməliyik, çünki bugün Ukrayna olan sabah bizə qarşı da ola bilər. Hərçənd ki, İnanmıram elə bir şey cəsarət eləsin. Ancaq başqalarına qarşı yaqın ki, eləyəcəklər. Ancaq burada bir başqa təhlükə də var. Biz Zelenskiləri müdafiə eləməməliyik.
dövlətinin bu cür fəlakətlərə gətirən adamları müdafiə eləmək o deməkdir ki, sabah Azərbaycanda da bir Zelenski çıxar, yaxşı sözlər danışar və cəmaət də düşər bunun arxasınca. Biz 90-cı illərin əvvəllərində fəlakəti yaşadıq. Bəli. Yaşadıq onu. Və çox əziyyətlə hələ bugünə qədər də çox şey düzəldə bilməmişik. Ona görə Zelenskini müdafiə eləmək, bax fikir verin, onu deyirdim. Ateşkəsə etiraz elədin, sən dava saldın. 3 gündən, 4 gündən sonra Trump hərbi yardımı dayandırdı, kəşfiyyat məlumatlarını vermədi, götürdün məktub yazdın ki, sənin güclü liderliyinin altında sülh danışıqlarına başlamaq Hələ istəyir. üzr də istədi. Ha, yaxşı, sən bunu eləyən idinsə, o davanı niyə saldın? O saziş imzalamalıydı. Həmin o təbii sərvətlərlə bağlı. Hazır idi və imzalamalıydılar. İmzalanmadı. Niyə indiyə qədər imzalanmayıb? Çünki şərtləri ağırlaşdırır Amerika. Amerika şərtləri ağırlaşdırır. Biraz artıq istəyir indi. Görürsünüz, heç tələsmir. Tələsmir. Demək istədiyim odur ki, Zelenskilər hər addımda xalqına problem yaradırlar. Yaxşı, indi ateşkəs sazişinə niyə qol çəkdin? Sən axı Trump'a deyirdin ki, ay kişi sən getməsə ateşkəsə, Putinə etibar eləmək olmaz. İndi niyə qol çəkdin? Niyə qol çəkdi? Deyim sizə. Ümid edirik ki, bəlkə Putin razılaşmıyor. Putin də razılaşdı. Düzdür. Ancaq dedi, Kursk'u misal gətirdi ki, onda Kursk'daki məsələ nə olsun? Ateşkəsə kim nəzarət eləsin? Yəni, bunlar o qədər ciddi məsələ deyil. Artıq Kursk'dan demək olar ki, çıxıb, Kursk'da demək olar ki, yoxdur. O qədər insanlar qırıldı, torpaqlar getdi. İnsan talihləri. Nəticə də yox. Nəticə də yox. Bu birisi tərəfdən də o şərtlərlə ki, Trump sülh müqaviləsi imzalayır ki, bu hamıya məlumdur. Ukraynadakilərə məlumdur. Elə o sualı verəcəm ki, sülh müqaviləsinin konturları necə ola bilər? Trump'ın nail olmaq istədiyi sülh daha çox kimin maraqlarına xidmət edəcək? Elə bəri başdan deyim ki, Rusiya. Rusiyanın. Çünki ortada olan... Yaxşı, Trump niyə Rusiyanın maraqlarına xidmət eləsin ki? Çünki Trump təcili müharibəni qutarıb, buradan iqtisadi xeyir götürmək istəyir. Rusiya təzyiq göstərmək yolunu seçsə, bu məsələ 4 il, 3 il uzana bilər. Rusiyanı sındırmaq çətin məsələdir. Ancaq Ukraynaya deyərsən ki, mən çəkilirəm, dedi də. Elə ağ evdə dedi. Çəkildi də. Dedi, mən çəkilirəm, mən sənə kömək eləməyəcəm. Zelenski neyniyə bilər? Ukrayna neyniyə bilər? Nəylə vuruşar? Avropada qorxaq, biraz qorxma dedilər, yardım eləyiblər? Yox. Eləməyəcəklər də. Avropanın gücü yoxdur. Üstəlik, Avropa Zelenskiyə görə Trumpla münasibətini pozarmı heç? Pozmaz axı. Demək istədiyim odur ki, burada görünən nədir? Zelenskinin öz sülh formulu var idi. Birinci maddəsi də oydu ki, Ukrayna NATO-ya qəbul olunmalıdır. Sonra silahlar, uzaq radiuslu raketlər verilməlidir. Kursk nümunəsi genişləndirilməlidir. Yəni biz Rusiyanın digər ərazilərində tutmalıyıq ki, Rusiyanı məcbur eləyək. Bəli. Rusiya iqtisadi təzyiqlər artırılmalıdır və s. Bunların hansını qəbul edir Trump? Açıq şəkildə dedi ki, NATO üzvlüyündən söhbət gedə bilməz. Torpaqların geri qaytarılması məsələsi də elə. Kurskda da qala bilmədi. İqtisadi təzyiq də yox. Əvəzində nəyə götürdü Trump? Putinin sülh planı. Birinci bəndi nə idi? NATO-ya üzvlük ola bilməz. Ərazilər geri qaytarıla bilməz. Belə bu əvvəldən deyilirdi də. Ha, yəni bu artıq bəyan ediblər. Putinin istədiklərini bəyan ediblər. Amma indi burada bir məsələ var. Rusiyanın da sanki bu məsələdən sonra biraz da daha belə üstə çıxması görsənir və hətta ehtimal olunur ki, sülhlə bağlı razılaşmaya da bilər, israr da edə bilər. Yəni atəşkəslə bağlı demək istəyirəm. Belə olduğu halda Amerika hansı təsir vasitələrindən istifadə edəcək Rusiyaya qarşı sizcə? Amerika əlindən gələni eləyəcək ki, ona getməsin. Çünki Trump'ın bütün planları pozula bilər. Rusiya ilə ziddiyyətə getmək uzun sürən bir qarşıdurma yarada bilər. Trump bunu istəmir. Putin də əslində qalsa dedi, razıyam. Kurskda nə olsun? Kursk məsələsi qutarır. Ateşkəsə kim nəzarət eləyəcək dedi. Və Ukrayna bundan sonra silahlandırılacaqmı? Yəni Putinin dediyi məsələlər o qədər ciddi məsələlər deyil. Əslində qalsa razıdır Rusiya. Putin heç vaxt Trumpla ziddiyyətə getməz.
Getməz deyirsiniz. Getməz heç vaxt, çünki ağılsız olmaq lazımdır. Zelenski gərək olasan ki, Bakıda bağ evdə dava salasan. Səni qoruyan, sənə silah verən dövlətin başçısından, özü də avantürist bir adamla sən gedib mətbuatın qarşısında dava salırsan. Bunu ağlı başında olan adam eləyərmi? Bunu Zelenski mi elədi, Abdullah müəllim? Bəlkə biraz ədalətli yanaşaq. Adamı orada uşaq kimi qoydular qabaqlarına. Biri o yandan döşədi, o digər o yandan. Döşəmə sonra başladı. Nə etməli idi? Yəni baş əyməli idi ki, hə, nə deyirsiniz, buyurun başıma. Döşəmə sonra başladı. Bax, əvvəlcə 40-cı dəqiqəyə qədər sakit söhbət oldu. Bəli. Avropanı müdafiə elədik ki, Avropada bizə kömək eləyib, Trump gülə-gülə reaksiya verdi, bizinə vurdu. Bəli. Ancaq elə ki, Zelenski hədə qorxuya keçdi, dedi, siz Rusiyadan okeanla ayrısınız. Ha, bəli. Aranızda okean var, hələ hiss eləmirsiniz. Bəli. Birazdan hiss eləyəcəksiniz. Deyəndə Trump dedi ki, sən mənə nə hiss eləyəcəyimi demə. Sən o durumda deyilsən ki, bu cür danışasan. Hər şey ondan başladı. Bəli. Yəni artıq səbri tükəndi onun. Sən mətbuatın qabağında mənə hədə qorxu gəlirsən. Trump ki, özünü dahilər dahisi kimi, özünü hardasa George Washingtonla, o birisi nəhənglərlə müqayisə eləyir. Demək istədiyim odur ki, ondan sonra Vance də başladı müdaxiləyə ki, siz özünüzü düzgün aparmırsınız, siz hörmətsiz deyirsiniz bizə, sizdə minnətdarlıq hissi yoxdur. Bu birinci dəfə deyilmir ona. Vilnius sammitində NATO'nun Böyük Britaniyanın müdafiə naziri dedi. Adamda bir minnətdarlıq olar. İndi söhbət onunla gedir ki, əslində qalsa Zelenski haqlıdır. Zelenski deyir, məni bəliyə salıbsınız, müharibəni aparan siz. Bəli. İndi də mənə qarşı namərdlik eləyirsiniz, deyirsən ki, sənə pul vermişəm. Məsələ budur da, bunu demək istəyirəm. Yəni Zelenski əslində qalsa haqlıdır. Ancaq siyasətçi bir düşünməlidir. Bax, siz özünüz o qədər böyük olmayan bir televiziya rəhbərisiniz. Və bilirsiniz, hər adamla nə cür danışmaq lazımdır. Və elə adam ola bilər ki, elə danışarsınız ki, sizə həddindən artıq çox problem yaratsın. Bunu siz həmişə nəzərə alırsınız. İstənilən rəhbər bunu eləməlidir. Kimlə nə cür danışmaq? Sən indi Amerika Birləşmiş Ştatlarına gəlibsən, dünyanın ən böyük dövlətinin rəhbərinə, özü də sənə xəyanət eləmək yolunu tutan rəhbərinə meydan oxuyursan. Nəyə güvənib? Kimə güvənib? Arxanda kim durub? Arxanda duran odur da, arxada durana mı hədə qorxu gəlirsən? Demək istədiyim odur ki, o Zelenskinin o səhvi. Ondan sonra indi ateşkəs sazişinə razılıq verdi. Azı gördünüz Putin neynədi? Həm razılaşdı, həm də fikirləşdik ki, Kursk'ı təmizləsin. Orada demək olar ki, tam mühasirə vəziyyəti olmasa da Ukrayna əskərləri kifayət qədər ağır vəziyyətdə. Bu mövzu ilə bağlı axırıncı sualımdır. Sonra digər daxili mövzu ilə bağlı Azərbaycan-Ermənistan məsələsində sizinlə müzakirə eləmək istəyirəm. Ona görə istəyirəm bu haqda soruşum sizdən ki, bugün baş tutacaq Trump-Putin telefon danışığında hansı məsələlər müzakirə olunacaq və bu danışıq tərəfləri sülhə yaxınlaşdıra biləcəkmi? Məncə artıq atəşkəslə bağlı Putin razılığını verəcək, çünki elə bir bəhanəsi qalmayıb. Günü o sazişi imzalamaq çalışacaq, vaxt qazansın bir 3-4 gün ya bir həftə. O müddətdə ola bilsin ki, müəyyən ərazilərdə tutmaq istəyir. Ancaq atəşkəs məsələsində etiraz eləməyəcək. Deyirsiniz ki, atəşkəs olacaq. Mütləq. Bu günlərdə. Əgər Zelenski üçün çox böyük xoşbəxtlik olardı ki, Putin ona getməsin. Ukraynanın xilası olardı ki, Putin atəşkəsə getməsin. Nəyə xilası olacaq? Hər halda əgər Trump qərara gəlsə ki, bütün gücünü Rusiya qarşı qoysun, o Ukraynanın köməyinə çatar. Bəli. Ancaq o addımı atmamaq üçün də Trump əlindən gələn eləyəcək, Putin də əlindən gələn eləyəcək. Çünki ikisi də başa düşür ki, bu onlara problem yarada bilər. Nə Rusiya Ukrayna deyil, nə də Trump Biden deyil ki, sən ondan istədiyin kimi danışasan. Avantüristdir. O görürsünüz, Yemendə başladı güllələməyə, ateşə tutub raketlərlə. Ondan artığına da gedər. Trump gedər. Trump çox şeyi düşünən adam deyil. Ona görə gərək onunla yolunu tapasın. Mən hesab edirəm ki, Zaporojye məsələsi yəqin ki, müzakirə olunacaq. Çünki əvvəlcədən dedi ki, deməli, Ukraynanın enerji sisteminə qoşulması məsələsini müzakirə edəcək. Ərazi güzəştləri məsələsi. Putin nəyi güzəştə gedə bilər? O məsələ müzakirə olacaq. İndi Sumada müəyyən ərazilər tutub. Bundan imtina eləməlidir. Xarkovda tutub. Ondan imtina eləməlidir. Onun qarşılığında nə istəyəcək? O məsələlər də var. Yəni bunlar müzakirə olunacaq. Ancaq əsas məsələlər Putinin
keçən ilin iyununda ortaya qoyduğu tələblərdir. O işğal olunmuş ərazilər geri qaytarıla bilməz. Əsasən geri qaytarılmayacaq. Və Ukrayna NATO-ya qəbul olunmayacaq. Ondan başqa da onun tələblərinin içində Ukrayna ordusunun sayı, silahların sayı məsələsi var ki, bunu da razılaşdırmalıdırlar. Deməli, belə nəticəyə gəlirik ki, dünyada yalnız güc işləyir. Kimin gücü varsa, ədalət də yoxdur, Azərbaycan prezidenti neçə ildir deyir ki, beynəlxalq hüquq yoxdur. Bəli. Güc faktoru həll edici faktordur beynəlxalq münasibətlərdə. İndi Abdullah müəllim bir şey də soruşum, sonra digər məsələyə keçək. Bax, bu müharibənin belə yekunlaşacağı təqdirdə dünyanı hansı təhlükələr gözləyir? Yəni, Rusiya artıq işğal edib Ukraynanın ərazilərini, hətta daha artığını eləyib və Trump da buradan ona dəstək verir, deyir ki, hətta deyir, bax, bu gün sabah Krımı Rusiyanın ərazisi kimi tanıya bilər. Belə olduğu halda Rusiya necə davranacaq? Təkcə Krımı yox. O yerdə qalan əraziləri də Ukrayna tanımamaq şərtini qoyur. Üstəlik deyir ki, mən hərbi yolla azad eləməyəcəm buranı. Buyur. Hərbi yolla azad eləməsən, nə yolla azad eləyə bilərsən? Bəli. Yəni, bax, dünyanın o ərazilər də artıq getdi. Hansı təhlükə gözləyir? Bu Rusiyanın, bax, bu belə mən olduğu sizə deyim ki, Rusiya bundan sonra yəqin ki, yaxın illərdə bu cür avanturya bir də getməz. Müharibəyə getməz. Çünki Trump'ın xasiyyətini bilir, xarakterini bilir. Özü də kifayət qədər yara aldı. 1 milyona yaxın adam ya öldü, ya yaralandı. Bəli. Nə qədər qaçdı, getdi. Rusiya darmadağın oldu. İndi Rusiya da az ziyan çəkmədi. Bəli. Düzdür, Ukrayna onunla müqayisə oluna bilməz. Yəni, mən inanmıram ki, Putin bir də elə fikrə düşsün. Ancaq gələcəkdə bir Putin... Yəni, deyir, Krımına çəkilib oturacaq? Güman edirəm ki, dayanacaq bir müddət. İndi ömrü nə qədər var ki onun? Yəqin ki, inşallah uzun da çəkməz. Ancaq gələcəkdə yeni bir Putinin ortaya çıxmaq ehtimalı var və qonşu dövlətlər bu reallığı nəzərə almalıdırlar. Özünü daha ciddi müdafiə sistemini yaratmalıdırlar ki, sabah Rusiya işğalçılıq planlarını reallaşdırmaq istəsə, bunun qabağını almaq mümkün olsun. Deməli, Abdullah müəllim, Ermənistan və Azərbaycan arasında artıq demək olar ki, sülh müqaviləsinin şərt bəndlərinin razılaşdırıldığı deyilir. Hamısı razılaşdırılır. Hər iki tərəfdən bu deyilir. Amma bu deyildiyi vaxtda da atəşkəs pozulur, ard-arda. Nə baş verir? Yəni, bu razılaşdırılıbsa, bəs bu atəşkəs niyə pozulur? Bu atəşkəsdə kim maraqlıdır? Birinci, Rusiya istəmir ki, indi bu müqavilə imzalansın. İstəmir. İstəmir. İstəyir ki, Ukrayna ilə məsələni qutarsın, ondan sonra həll edici söz sahibi olsun. Bu tərəfdən də Qərb Paşinyanı satdı, Amerika olan ümidləri getdi, indi parada gedir. Bəli. O DQB-nin iclaslarına getməyən Ermənistan indi baş naziri parada gedir. Bəli. Yəni, çıxılmaz vəziyyətdə qalıb. Ona görə Paşinyan özü də müəyyən qədər qorxur saziş imzalamağa. O da ehtiyat eləyir. Çünki Rusiyanın xoşuna gəlməyə bilər. Bəli. Rusiya qarşı o qədər bəyanatlar verdi, addımlar atdı ki, indi qalıb çıxılmaz vəziyyətdə. Strateji tərəfdaşı Amerika üzünə də baxmır. Getdi Vaşinqtona səfərə, heç kimlə demək olar ki, görüşə bilmədi, ayaqüstü salamlaşdı Vensdən, vitse-prezidentlə. Demək istədiyim odur ki, bir amil də var. Paşinyan ordunu idarə edə bilmir. Ona görə... Yəni, orada da orduda ikitirəliyi var. Təbiidir, Paşinyanın orduda nüfuzu çox aşağıdır. Əgər Qərb arxasında durmasaydı, çoxdan onu dedi. Gəlin, bunu da yekunlaşdıraq. Deməli, Azərbaycanla Ermənistan sülh müqaviləsini imzalayacaqmı? Bax, bu yaxınlarda. Hələ ki, görünmür. Və çünki konstitusiya ilə bağlı problemi həll eləmək istəmirlər. İmzalayacaqsa, biz burada da bir maraqlı məqamı görürük ki, Trump'ın köməkçisinin Hikmət Hacıyevlə telefon danışığı, bunun haqqında açıqlama verməsi və xüsusi nümayəndəsinin Moskvadan sonra Bakıya enməsi, hələ düzdür, bu rəsmi təsdiqlənmədi, amma faktiki olaraq... Təksib olunmadı. Bəli, təksib olunmadı da. Ona görə burada bir maraqlı məqam da var ki, bu işdə də Trump yenə özünü öndə görmək istəyir. Yəni, Azərbaycanla Ermənistan arasındakı sülhdə də ortada sülh göyərçini kimi dayanmaq istəyir. Sizcə, bu sülh müqaviləsi Amerika öncüllüyündə, yəni vasitəçiliyində olacaq, Rusiya öncüllüyündə olacaq, yoxsa elə Azərbaycanla Ermənistan özünün sərhədində dayanıb bu müqaviləni bağlayacaqlar?
Əgər konstitusiyada dəyişiklik olsa, Trumpın öncüllüyündə mən hesab edirəm ki, bu sülh sazişi imzalanar və Putin də buna etiraz eləməz. Etməyəcək. Eləməz, çünki Trumpla münasibətləri çox yaxşıdır. O Trumpa çox minnətdardır. Trump xilas eləyib Putini. Ona görə əvvəlki dövrdə olduğu qədər etiraz eləməz. Ancaq təbii ki, çox istəyərdi ki, bu müqavilə imzalanmasın. Rusiyanın gələcəkdə istifadə edə biləcəyi bir şey qalsın, ocaq qalsın hələ. Amma deyirsiniz ki, Trumpa görə dəyə bilməyəcək. Ancaq Trumpa görə mən hesab edirəm ki, çox da etiraz eləməz. Bax, dediniz ki, Putin Trumpa çox minnətdar olmalıdır. Niyə Trump Putinə yanaşmada bax bu cürə fərqli yanaşmada? Səbəb nədir? Bu Amerika prezidentləri çox olub, biz bilirik, bundan qabaqçılar da. Trump sanki bir başqa cürə yanaşır. Nəinki özü, komandası. Vance ondan da daha kəskindir Rusiyaya qarşı münasibətdə də bilirsiniz, yəni yaxşı mənada. Nədir bunun sirri? Rusiyanın gücü. Rusiyanın böyük nüvə dövləti olması. Amerika vardı, Amerikanın da vardı. Və Trump özü etiraf elədi. Raketlərdə biz dedi geri qalırıq. Bəlkə burada Çin faktorudur. O da var, ancaq birinci növbədə Rusiyanın hərbi gücü nəzərə alınmalıdır. Rusiya raketlər məsələsində Amerikadan üstündür və Trump deyir ki, bizdən oğurladılar o raketləri. Ona görə bizdən üstündür. Hardasa bir 10 il qabaqlayıb bizi. Bu raketlər məsələsi çox ciddi məsələdir. Çünki elə raketlər var ki, onları hava hücumundan müdafiə silahları vura bilmir. Mən sizə bir şey deyim. Areşnik deyirdilər. Başqa bir neçə başqa raketlər də var ki, deməli səs sürətindən xeyli yüksək sürətlə uçurlar bunlar. Və Amerika ehtiyat eləyir. Bəlkə də vurarlar. Bəlkə də hər halda risk var. Ona görə Rusiya ilə qarşı durmaya getmək ona xeyir eləmir. Və Trump Zelenskiyə nə dedi? Dedi, sən 3-cü dünya müharibəsini gətirmək istəyirsən. Bəli. Bu kimin arasında ola bilər? Birbaşa vasitəçi olmadan, bu vəkalət olmadan, Ukraynasız birbaşa... Burada bir maraqlı bir məsələ var da. Deməli, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya paketinə Orban veto qoymaq istəyirdi də. Amma Trump dedi ki, yox, veto qoyulmasın. Bax, burada da Trump'ı da anlamaq olmur. Buradan Rusiya ilə başqa cürə davranır. Oradan Avropa İttifaqına Orbana deyir ki, xeyr, sən veto qoya bilməzsən, qoy yeni sanksiyalar tətbiq eləsinlər. Təbii ki, Rusiyanı danışıqlarda, çünki Rusiya güzəştə getməlidir. Rusiyanın dediyi hər şey ola bilməz. Və Trump'ın mövqeyi bilirsiniz nədən ibarətdir? Zelenskiyə təzyiq, Putini dilə tutmaq. Ki, ağ eləmə də. Bax, onun ağ eləməməyi üçün təbii müəyyən əlavə təzyiqlər əlbəttə ki, olmalıdır. Görürsünüz, misal üçün, danışıqlar atəşkəs razılaşması imzalandı və dedi ki, artıq mən hərbi yardımları davam elətdirirəm. Əslində qası eləməməli idi belə götürəndə. Ancaq o təzyiqi saxlamaq lazımdır ki, Rusiya da özünü hər şeydə qalib saymasın və müəyyən güzəştlərə getsin. Trump da öz sifətini qorumalıdır. Yoxsa Putinin dediyi hər şeyi qəbul eləsə, bunun da hörmət olmaz. Ancaq əsas məsələ nədir? Trump qısa müddətdə sülhə nail olmaq istəyir. O da Ukraynanı məcbur eləməkdən keçir. Rusiyanı məcbur eləmək istəsən, bu 4 il, 5 il çəkər. Aydındır. Çox sağ olun Abdullah müəllim. Təşəkkür edirəm sizə. Əziz dostlar, dəyərli izləyicilər, sizə də diqqətinizə görə minnətdaram və xahiş edirəm ki, yayımı bəyənib, paylaşıb və öz fikirlərinizi də videonun altında yazın. Mən Abdullah müəllimlə olan bu söhbətimizin yekununda bu qənaətə gəlirəm ki, deməli, dövlətlərin idarə edən, onun ağıllı, başında duran ağıllı siyasətçilər olmalıdırlar. Və çox şükür bizə ki, bizim Azərbaycanın başında ağıllı, önü görən cənab prezident İlham Əliyev var. Vallahi indi kimlərsə nə istəyirsə yaza bilərsiniz, bu həqiqətdir. Biz Ukraynanın taleyini yaşaya bilərdik, Abdullah müəllim. Siz bu şeyləri... Rusiyanı əgər biz ayıra bilməsəydik Ermənistandan, biz çox çətinliklər Biz 44 günə çox qısa bir müddətdə elə böyük bir problemi həll elədik ki, baxın görürsünüz buradan bura, Ukrayna haqlı ola, Amerika deyir ki, gəlirəm sənin təbii sərvətlərini almağa. Rusiya deyir, işğal eləmişəm, yaxşı eləmişəm. Təhqir olunur Zelenski. Amma baxın, Azərbaycan 44 günlük vətən müharibəsində və sonraki dövrdə də deməli, antiterror əməliyyatı öz qürurunu qoruyub saxlaya bildi. Ona görə bu dövlət başçısı çox önəmlidir. Çox şükür ki, biz dünyanın yeni şəkilləndiyi dövrdə... Ən əsası mən dinləyicilərdən bir şey xahiş edərdim. Düşünsünlər. O siyasətçilər ki, Zelenskiyə haqq qazandırdı, Ukrayna qalib gələcək dedi. Rusiya məğlub olacaq. Bir baxın.
Bir baxın, bu adamlar hakimiyyətdə olsalar, iddialıdırlar. Azərbaycana fəlakət gətirərlər. Özümüzə, gəlin həm bugünkü nəsillər, həm gələcək bizdən sonra yaşayacaq insanları düşünək. Səviyyəsiz adam dövlət rəhbərliyinə gəlməməlidir, imkan verməməliyik. Bəli. Çox sağ olun Abtal Sağ olun, müəllim. sağ olun. Təşəkkür edirəm maraqlı söhbətiniz üçün. Əziz dostlar, dəyərli izləyicilər, yayını bəyənib paylaşın, Reaksiya TV-yə abunə olun ki, digər bu kimi verilişlərimizdən də zamanında, vaxtında xəbərdar olasınız. Bir də bugün bizim ilaxır çərşənbəmizdir. Bu münasibətlə də bütün izləyicilərimizi təbrik edirəm. Novruz münasibəti ilə də, ilaxır çərşənbəsi münasibəti ilə də bu bayram bizimdir, millidir, Türkün bayramıdır. Biz buna sahib çıxmalıyıq. Həmişə evinizdə ocağınız yansın, bayramınız mübarək olsun.